Mikrorayon 5-ci bölüm. Let's go. Ötən bölümdənlərə baxmayaq. Qaqaş özünü asdı, sonda bildik. Burada gizli işlərə başladı. 50-yə qoyaq da səsi. Gəzəniz xeyli, xeyrə qarşı. بشيء من آلاء ربنا نكذب ولك الحمد يا رب. Neçə dəqiqədir? 45 dəqiqə. خلق الإنسان من صلصال كالفخار وخلق من مارج من نار فبأي آلاء ربكما Nə zaman adam getirdi? تكذبان لا بشيء من آلاء ربنا نكذب ولك الحمد يا رب رب المشرقين ورب المغربين فبأي آلاء ربكما تكذبان صدق الله العلي العظيم. Koyun yere. Ana olan bəndə. Görücü uşağın yanına gəldi. O deyil anadış. Ananı bırakırlar ki, gəlsin. Ağlı başlı uşaq idi. Gül ki. İdris'ten soruştum, o da bilmir. Deyir ayana, elə neçə gündür ki, kimi idi. Deyirəm, bəlkə bu şeydən eləyib. Hər nə olubsa, Allah rəhmət eləsin. Eləsin, eləsin, mən nə deyirəm ki? Cavan idi. Ona görə də uşaqlarımızın üstündə bərk durmalıyıq. Yaxşı, mən başlayayım, mən getməliyəm. Şadlıqlarda görüşək. Sağ ol, şadlıqlarda görüşək. Yas yerində şadlıqlarda görüşək sözü işlədilər ki, səsim tutuldu. Necə yas yerində gülməkdir. Belə, nə bilim, necə ifadələr eşitməmişəm heç. Adil bugün sizə gəlsə, göndərdi onu evə. Dünən bizdə qalmayıb, Adil. Necə yəni? Bəs harda qalıb? Bilmirəm. Mən elə bilirəm qayıdıb evə. Daşqanın ölümündən sonra ürəyim elə narahatdır ki. Yazıq Cəmilə, Allah bilir, heç xəbəri də yoxdur. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات من الأحياء منهم والأموات إلى روح المرحوم المحفور المبرور المعلوم بحق محمد وآله الطيبين والطاهرين وبحرمة سورة المباركة الفاتحة مع الصلوات. اللهم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allahümme salli ala Muhammed ve aleyhi. Allah rahmet eylesin. Zamanlar yavaş yavaş üstünü açsınlar. Açın üstünü. Əmin. İcazə versənsə mən düşüm. Bir nəfər baş tərəfindən götürsün, bir nəfər ayaq tərəfindən götürsün, bir nəfər də ortadan götürsün. Sağ çiyin üstə. Ora getdi bu. Doğrusu çiyinlər deyil duvara. Uşaq balaca deyə, yəni 11-də zətdə oxuyur. Ona niyə icazə verdilər ki? Keçdim xıranda. Ya, oğlunun son gün ona dediyi şeylər
Çox ağır gəldi məncə. Baxa bilmir o tərəfə. Aha, gəldik anasının niyə gələ bilmədiyini göstərəcəkləri o səhnəyə. Nə demişdim mən? Bu qaqaşı göstərdiklərdə mən rolundakı, yəni aktyora yox, rolundakına biraz söyə bilərəm. Diqqətli olun. Naşiqlərinizə sahib çıxın. Anlıq çıxa bilər ağzımdan. Sözdə də mi oxşursan? Telefonu ver də nə olar? Sən söz başa düşmürsən də. Daşqından narahatam da sən. Narahat olma. Heç olmasa telefonla danışırdım, bilirdim dərdi nədir. Pul istəmişdi məndən. Pulun var. Yox, hardan? Onda nə baş beynini xarab edirsən? Bircə dəfə danışım. Bircə dəfə. Bitini də açmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Rahatlaşdın? Necə Yəqin rahatlaşdın? telefonu satıb. İşlərini düz qoş eləyib. Amma mənə elə gəlir ki, pul bəhanədir. Yəqin o daz dədəsinə görə zəng eləyib. Sən nə danışırsan? Bilham ürəyindən keçirsə, de. Getmək istəyirsənsə, de, utanma. Sən necə belə danışa bilirsən? Onda bir də bu söhbəti açma. Çay getir. O zəhəri çayın içinə və salam da. Neyin teması deyə biləyik? Bu niyə bilirləsinə ya? Axırıncı bir görüşəndə pul istəmişdi. Nə istəmişdi? Pul. Nə pulu? Nə Yalan bilim, istəyirsən, yalan. nə bilim istədi də. Soruşdum nə qədər, dedi çox. Bunu niyə indi deyirsən? Mən hardan bilim daşqın belə eləyəcək. Bunu məsələni sən vaxtında deyərdin də bunu, biz də bilərdik niyə eləyək. Deyən də deyən qardaşım, sən Oturub qoy oturub söz danışsın. verir adama. Hadi qoy danışsın da. Nə dedi sənə? Məktəbin qabağındaydı, İdris də oradaydı. Gördük daşqın keçir, fikirli idi. Çağırdı, hay vermədi. Mən də narahat qaldım, getdim evlərimə. Oturduq, söhbət elədik oradan buradan. Dedim, neynirsən də bu, nə evə lazımdır. Heç nə demədi. Sonra dedi ki, mən gör kimdən pul istəyirəm. Qovdu səni, o dedi də. Görəsən pula görə belə eləyir. Nə bilim. Mağazat soxub eləməz. Nə baxısı variant olaraq deyirəm. Demə də Sabir, demə. Yeridir. Mal satan. Adil. Mən gedə bilərəm. Get də get. Bu nə icazə almaq deyil. Dur get də. Warzone geldi.
Neynəmsən sən? Aha. Teyama geldi. Neydi? Qaqaş ne derdi hamıya? Əzizim. Əzizimə izlədim. Aynen. Murat. Yəni bilmirdim belə olacaq. Nəyi bilmirəm. Sən həll elədin, mən də istədim həll edeyim deyəm. Burada nə var ki? Özün yaxşı bilsən nə var. Belə həll eləmək olur. Mən də bir şey deyim. Məncə Xəbərim elə var. gəlir bu oğlan aşırı dozadan öləcək. Ölər gələcək. Ne Kim, çalış? kim deyirsən? Yaşıl kurtkanı deyirsən? Bunu öz başına alırdı. Sən bir şey dediyin mövzuyu oxumaq belə istəmirəm. Gedirsən TikTokda bir dənə səhnə çıxır qabağa, ölümünə qəşəng bir dənə spoiler yeyirsən. Sonra da gəlirsən ki, mən belə təxmin edirəm. Məncə inanmırsan. Bu arada tam qulağından udintir asmaq detallı qəşəng olub oradakı şəklin. Niyə gəlib mənə demirsən? Dizayn qəşəngdir. Sən nə ola? Özüm həll eləmək istədim Murat. Ona görə yoxsa Böyümüsən sən, nə özüm həll eləmək? Mən burada nəyim, loxsadan mən burada. qaqaş. Qoqoş, qoqoş. Ayaqda məsələni. Günah özündə idi. Nəsə, onluq heç nə yoxdur. Necə yəni heç nə yoxdur, Kazım? Ha düz deyirəm də düşmüsən üstünə. Gəlib mənə deməli idi bu. İndi yaxşı hər xırda şeyi gəlib desin hər dəfə. Xırda söhbətdir bu. Belə xırda söhbət olur. Bu da xırda söhbətin axırı. Ha, kim bilərdi ki belə olacaq? Bilmək lazım idi. Gəlib mənə deməli idin sən. Murat nəsə də Elə ikisiniz də sənin də xəbərin var. Gəlib ikisiniz də mənə deməli idiniz. özüm həll eləyəcəm bu. Narahat. Nə həll edəcəksən? Nəsə olsa da hamısı mənlik. Radonay deyirdi. Kimdir? Radonay nə demək idi? Anladın lan. Mal satan, xeyir dayıçım. Mehdi. Şeyxi tanıyırsan ha? Gəl. Hardasan? Sən o vaxt danışmamışdın. Dostum ölüb. Ölüb Allah rəhmət eləsin. İndi biz də acıdan ölməliyik. Sən öl dedim ilişdin. Heç olmasa bir onda zəng elə də. Başım da açmışdı da. Nədən ölüb? Özünü asıb. Ayda, pis olub da. Bir də erməni aktyor var ya, qaqış çox oxşuyur ona. Ya bu pis demək ya da nəsə bir şey demək üçün deyil. Prosta çox oxşuyur sadəcə onu demək istəyirəm. Ya SSR kinolarına falan baxanlar varsa biləcək nə demək istəyirəm. Çox da qəşəng aktyordur ya bu arada. Nəsə? Bunu götür. Acıqlı. 112-ci məhlə var idi ya. 2-ci verdiyin yer. Ora verərsən. Bundan. Nəsə, bunu özüm verərəm. Sən beyni dumanlıdır, qatıb qarışdırırsın. Davay tərpən. Pul verəcəklər. Ya, kart atıb. Davay tərpəndə camı bayağı Kart atıblar. 70 dəfə zəng eləyib. Əziz. Hətta əzizim deyirdi. Ehtiyatda o. Aşağıda çünki yazmışdım. Verəməyəsən ha. Xeyran mırtdaşmağına bax bir dənə. Mən də izləyirəm də bu mikrorayonu film. Mənim qabağıma heç bir mikrorayon editi çıxmır. Deməli sən gör nə qədər yapışmısan ki TikToka, Instagrama. Avludəçisən uje. Görürsən? Biraz yığ da, biraz akruqdat elə də bu barədə. Bax, yadındadır bir dənə uşaq videolar çəkirdi ki, telefondan asılılıq, sonra qopartdıqda da elə bir oxşar bir şeylər var idi. Telefon saatı falan baxımından. Məndə hamısı normaldır və mən idarə edə bilirəm məsələn də. Amma sən məncə idarə edə bilmirsən. Biraz uzaqlaş telefondan arada. Ancaq yayımdan yayıma falan. Telefonda bir xəbər vasitəsi kimi işlət. Gör həyatında nə qədər bir dəyişiklik olacaqsan. Üzün gülməyə başlayacaq. Fərid sənsən? Hə, mənəm. Bura gəl. Özdə ki sən özün girib mikrorayon da izləmirsən ha. Mən izləyirəm, sən məni izləyərək izləyirsən. Yəni sənin qarşına heç çıxmamalı idi.
Adil niyə evə getməyib? Beləndə nə olub? Adil gecə orada qalıb. Mən nə bilim. Yalan danışma. Həm gedib evlərinə. Evlərinə gedib, hə? Bahar zəng eləmişdi ki, Adil gecə evə gəlməyib. Həm uşaqdır, özü bilərəm. Hə, uşaqdır. O da uşaqdır, sən də uşaqsın. Dava eləməyə çağırmısan məni? Gedib evlərinə falan deyir. Bu şey məsələn yalan danışmaqdır da. Bu uşaqdır da. İndi bu yaşına kimi məsələn alınmayıb da, tərbiyədə bir problem, boşluq var ki, bu sənə gəlib yalan danışır. İndi bir çox deyə bilər ki, şeydə, yox, dostunu pakrivat eləyir. Yox, yaxşı oğlandı, yox, nə bilim, şeydir, nədir onun adı? İndi bildirmək istəmir, pis vəziyyətə qoymaq istəmir, nə bilim, nə deyil. Fakt burada sənə anası açot alır da. Yəni buradan bura yalan vurursa, hər şeydə yalan danışır bu adam şey. Bala, narahatam sənə görə. Belə bir tema, belə bir vəziyyətin temasından danışıram mən. Bu hal-hazırda yaşadıkları atmosferə görə deyirəm. Demirəm hər xırda şey gəlsin çatdırsın. Prosta bəzən o ciddiyyət olanda yalanla oturub ört-bas eləmək, nə bilim. Sabah həqiqətən birini vurar, gələr oturar yanında ki, heç bir şey yoxdur. Bilmirəm Adillə hara gedib gəlirsən. Evə gecənin bir Ya filmə baxıram ya da məncə sən filmlərin çoxsunu olsa TikTokda görürsən. yarısı gəlib çıxırsan. Yaxşı. Oxumursan bunu bildik. İdmanla niyə məşğul olmursan? Amma mən özüm billəm nə edirəm, bildin? Belə. Görürəm elə. Yazıqsız bala. Hər şey gözünüzün qabağında oldu axı. O daşqın hadisəsindən sonra siz hələ də ağıllanmamısınız? Adam peşman edirsən evə gəlməyə. Mən sözümü qurtarmamışam. Dedin də deyəcək, nə deyəcəksən, Fərid. Fərid yaxşı uşaqdır, amma pis yola doğru gedir. Özü də bilsən necə gedir, uça gedir. Dik otur. Bu kadar sigaret ziyandı. Gəldi. Şkafımızı qoyduğunuz üçün çox sağ olun. İndi də paltaryan lazımdır. Necəsən? Belə vəziyyətdə adam necə olar? Eşitdim dostum rəhmətə gedən. Allah rəhmət eləsin. Sağ ol. Bilmədən yemin edirəm. Fake old TikTok. Yaxın insan etkisi ağır şeydir bilirəm. 10 yaşım olanda yaşamışam. Instagramda çıxır. Atamla anamın qəzada rəhmətə gedib. Biz bacımla ikimiz uşaqlar evində böyümüşük. Heç kimimiz yoxdur. Gəldi ban, gəldi. Bəs o gün sizə gələn adam tayin deyildi. Ya o qonşumuzdur köhnə məhəllədən. Şo. Qonşusu da o da getdi, o da gəlməyəcək. Ev boş. Adilin yeni ev. Şapkasına bax. Bəs baş Ya Instagramdan çıxır, ya TikTokdan öyrənib baxaram, ya da baxdım. Sən məncə məni başa düşdün nə demək istəyirəm. başqa qohumlar. Ya qohumlarla aramız yoxdur. O vaxt valideynəm rəhmətə gələndə hamısı tökülüşüb gəldi. Atamla qalan ev əlimdən almaq istəyirdilər. Sağ olsun Famil dayı çox kömək elədi. Yanımızda oldu məhkəmədə filan. Var elə ailələr. Razıyam bu məsələ ilə. Ailə başçısını itirdilər falan. Naxadı o ev bizə qalsın, sataq, uşağı da güya özümüzə götürdük, sonra atarıq yetimxanaya da, yetimlər evinizə də. Belə söhbət olar. İnanıram. O vaxtda tək qala bilməzdim deyə uşaqlar evində qaldı. Amma 18 yaşım olan kimi könüllü çıxdım. İndi bacı orada da, amma onu da çıxardacam az qalıb. Bacısı oradadır. Sonra oradan çıxandan sonra da atamdan qalan evi satdım. Tam olaraq iki dənə anlamadım, ev tam aldım. olaraq. Biri bu qaldığım, Telefondan az istifadə elə. birində
Xüsusən də video izləyəndə, reels izləyəndə telefondan az istifadə et. Bu qədər. Telefonu xəbər kimi istifadə elə. Bir də axşamlar yayımlara bax. Kirayə vermişəm. Yəni dolandırır məni. Arada bir çəkilişlər falan olur. Ne çekilir? Bir həftə istifadə eləmə fərq görəcəksən. Mən indi oxuduğum ixtisas başqadır, amma Model? Dəşə çox həvəsim var. Aktrisasan. Aktrisa demək olmaz. Amma ikinci təhsilimi istəyirəm incəsənətdə alım. Hələ ki həvəskar aktrisa. İkinci təhsil. Başka peşe seçti, bu nedir? Niyə? Saatın Sən adiyyatı olmaz? yoxdur. Heç ne olmuyor. Prosta ne bileyim, müəllimədən, həkimdən zaddan oldu. Pul var ala müəllimətin. Sevirəm axı peşəni. Həm özüm yaxşı hiss edirəm orada, həm də dediklərinə görə istedadım da var. Niyə deyim? Sonrasını fikirləşmirsən heç? Sonrası. Deyəndə nəyi nəzərdə tutursan? Deyirsən almazlar məni. Nəyin sonrası? Deyərlər aktrisadır. Hə, evlənmək. Aktrisa ilə evlənmirlər. Lap Sovetdə qalmadı o söhbət. Yəni 2010-da falan demirəm, amma Sovetdə deyirəm. Adil yadında saxla ki, əxlaq peşə ilə bağlı bir şey deyil, insanlıqla bağlıdır. Üzr gəlir. Sağ ol ki, sözün üstündə dayan. Hələ gəlmirsə birazdan gələcək. Bağışlayın, demiştim görüşəcəyik. Yox, ona görə demirəm. Şkafa görə deyirdim. Çox sağ ol. Adil bu qızdan üzr istəyəcək, yazın qırağa. Ayda başladıq. Gəl çıx da. Nə istəyirsən məndən? Başa düşmədim. Dünən yazanda belə demirdin axı. Evə getməliyəm. Gedərsən də. Gəl biraz gəzək. Nə vaxt avariya düşəcəklər görsən? Həm də dünən demirdin ki, heç vaxt motosikletə minməmişəm. Görəcəklər axı. Görməz də, narahat olma. Görsən, şey bilmirəm mən. Motosiklet deyirik də biz. Motosiklet əslində deyəsən ruscadır. Motor da türkcədir. Ya Azərbaycanca nədir deməyim, motosiklet deyirik də indi hamımız. Motosikleti necə yazırlar görürsən? Onu da bilmirəm. Bir ara onu araşdırım. Mən biraz lüğət ilişən adam. Fikrim bir gün araşdırım. Hər dəfə deyirəm yadımdan çıxır. Yazanda da ilişirəm. Motor yazım, nə yazım? Birinə yazanda. Səni elə yerdən aparacağım ki, heç kim görməyəcək. Bilmirəm. Gəl. Qorxma, gəl. Dəqiq. Hə. Dəqiq. Bizim əskər yoldaşım var. Əskər yoldaşda bir dənə əskər yoldaşım var idi. Rus dilli idi. Ailədən də rus falan söhbəti var idi. Rus sektoru da var idi. Danışanda dəqiq deyirdi. Dəqiq. Onda taxaq. Heç kim səni tanımasın. Gəl. Qıza heç gülmə falan yox deyə bir şirinlik zatdıq. Gülsə çox şirin qızdır. Düzce biraz pis temadır. Bu qorxu işarəsidir, əlləri belə tutub. Ay qız, o salmalısın aşağı. Rahatsan? Motosiklet. Siklet nədir?
Skelet olmalı değil. Motosiklet. Tığ falan. Neyse araştıracağım onu sonra. Ha, gülmeye başladı. Sumqayıtdır bura. Sumqayıt şəhəri ha. Olmuşam mən buralarda. 2-3 aydan bir oradayım. De şey, bulvara düşür göyərçin. Bu göyərçindir. Səhv eləmirəmsə. Sumqayıt ucuzluqdur. Necədir? Xoşuna gəldi? Hə, Bundan sonra tez-tez görüşərik. baxarıq. Baxarıq nədir? Demirsən xoşuma gəlir. Mahir sür. Hara sürün qıza qırmızı? Mahir nə olar sür, qardaşımın dostu gəlir sür. Qardaşımın dostu sana kaskadan tanıyacaq. Mahirim sür də nə olar. Ya, Girdi içərimə. İlk gün rastladı. Tanıyarmış ha. Tanıdı ya məncə o şeyi. Şeyi də açıq qoyub. nə olub zır-tazır cığırsan? Gəlirəm də. Çatıram. Bir dəqiqə, Sumka əlində tutmuşdu da yəqin Sumka. Yəqin əlində tutub. Gəldi axır ki. Salam aleyküm. Tamam, bu burada gecikdi. Bunlar da burada vurmadıqları üçün partlayırlar. Ara yerdə də bunu tötbaş eləyəcəklər. Salamın vaxtıdır. Hardasan? 2 saat səni gözləyir burada. Gəldim də. Gəldim yox. Özünü elə aparsan ki, elə bu barikada ölsən. Mən də ağzını danışıram. Hə, mənim nağıl danışma, mənim malı ver. Ala. Mənim malı ver. Əlini çək, vermirəm. O necə ölür? Bax burada sən olsa bu zibili işləyirsən də, bu zibilə qalmışın içindəsən də. Bir tövsiyə deyil bu arada, heç tövsiyə deyil. Necə ki bu qaqaşımızla, bu yaşıl kurtkadakı qaqaşla ki danışırdılar, deyirdi. Sən mənə nəsə eləsən, mənim arxamdakılar zatlar, zutlar, böyük qərdişlərim, zatlarım necə danışır. Eyni tipdə də danışmalısan. Sözüm var yatırlar. Sən səbirli ol. Mən sən qapacam, səbirli ol. Ortalıqda siz barədə eşitmişəm. Yaxşı eləmisən. Nə məsələdir? Bir dənə Nedrazumeniya var. Anlaşılmamız. Nədir o elə? Kiçik deyil. TikTok görməz deyə bəzən özüm də oxuyuram alt yazını. Siz dünən bir nəfərin yanına getmisiniz. Ala, biz gündə 15 nəfərin yanına gedirik. Kimi deyirsən? Boş söhbəti bir nəfərin yanına getdilər. Cahandar. Makler. Aha. Obşim, qaqaş. O fiqur Mehdinin tanışıdır. Fiqur. Siz də onu vaxt qoyub 10 min qruzlamışsınız. Elədiyimizi yadımıza salmağa gəlmisən. 10 min? Səhv dedi. 30 istədilər. Hə, yo, düz deyir, 10 min yüklüyüblər. 20 borcu var idi, onu da bunlar qoydular. Amma 20 borcu yox idi. Səhv deyir. Yenə səhv deyir, söhbətdə yenə səhvdir. 20 min alıb işini həll eləməyib. Qaytarmayacaq da, yəni ki. Özü deyir ki, qaytarmayacaq. Sən 10 minə əlavə vurursan, 30 istəyirsən əslində. Biz söhbəti kursuq. Pulu gətirmisən? Yox, pulu gətirməmişəm. Siz pulu ondan istəmirsiniz. Söhbət də belə bağlandı getdi. Onu kim deyir? Biz. Siz kimsiniz? Özümü elə bil tanıtmadım, hə? Sənə bir dənə yaxşılıq eləyə bilərəm. Sən elə bir keç bura gəlməmisən. Söhbətdə heç olmuyor. Özü vazı hiss eləyəndə dur get. Qaqaş, mən terpeniyamı qoruyuram. Bir işini söhbət eləmək lazım deyil.
Belə görürəm biz bir-birimizi başa düşürük. Ay sağ ol. Bax indi düz söhbət elədin. Bəli, biz bir-birimizi başa düşmürük. Qaroçi, Cahandardan pul istəmirsiniz. Pul verən ağlı olardı, verməzdi. Heç kimi məcbur eləmir. Hansısa bir animasiyada falan birinə çox oxşuyur bu yeni gələn. Hə, söhbətə gəlmirsən. Heç olmasa prav məsələyə gəl də. Sən mənlə prav söhbət edirsən. Nurlan oldu da sən uzun. Hə. Mən bilmirəm sən hansı yolla gəlirsən, hansı qanunlarla oturub durursan. Amma sənə bir dənə böyük məsləhət verim. O yolu dəyiş. O yolu dəyiş. Bax qaçınırsan ha. Deyəsən sizin qabağınızda pregrada yoxdur. Maniyə. Elə bilirsiniz, palajeniya baxırsınız burada. Vəziyyətə. Mənə məcbur eləməyin, başqa söhbət edeyim. Nə söhbət edirsən? Mən elə bildim paraya düşsün adamlar. Səliqəli. Bravo, rədd elə getsin. Bravo. Bravo, rədd elə getsin. Davay tərpən buradan. Davay! Buna aklını tutaracaq. Rafı bunlar vuracaqlar böyük ehtimal. Nəri qanıyor? Hardasan? Tam burnunun qanamasının səbəbini bilirəm ki, vurdu da bu burnuna. Əli niyə qanadı? Çay üstünə dağılanda əli qanadı. Yoxsa əlini burnuna tutdu ya. Əlini burnuna tutdu. Başları gedib. Uşaqları yığ gəl bura. Necə yayınlıyor? Al 3 nəfərdirlər burada. Yaxşı gəlirəm. Çıxıram yola. Bunu qanamıyor, bildiğin deşili bir. Karalık da var. Oy da maşallah. Ha, bana getdi yerlerini öğrenmeye. Belki maşını var. O da indi piyada gedirdi axırı kimi ya da avtobusdan azından qan içində. Deyirsən ki, xarabada sakit işinlə məşğul olasan, mərdimazar çıxır da. Məndə də bu şeydən var, fincandan var, amma isti su və yaxud da çay tökürsən şəklimi göstərir. Sən elə bilirsən ki, o Cahandarın söhbətinə gəlib. Hamısı abijnik qalıb. Boş buraxmışıq, qaqaş, boş. Hə, başa düşdü də. Başa düşdü. Nəyə başa düşür? Başa düşən oğlan o cür söhbətə gəlmir. Yaxşı bilirəm qarın ağrılarını. Soda quta. Yığın Mehdini. Mehdinin nəyin yığırsan? Sözü var idi, özü gələrdi. Göndərməzdi. Soda, bu söhbəti bağla. Kamal'la danışdın? Hə? Kamal'la. Hə, dedi kim dedi? Daha o qaqaşdakı kim olmasın, nə sonra? Deyirəm, adamın sizin yanınızda səhv olmuyor da, hə? Bizim yanımızda səhv adam nə gəzir? Səhvsiz adam var. Hoppala. Bir yandan sigareti vurur, bir yandan çıtlayır. Əndi burnuna tutub, hə, başa düşdüm ona. Amma kimdirsə biraz elit deyə deyəsən, bilmirəm, bir şey görə beləsən falan tutmuşdu əlində. Yəni biraz onun da mesajını vermiş ola bilərlər. O əvvəl mod idi, çox ad günlərində alınırdı. Fincan? Hə, bu müəllimidir. Maşallah. Sigaret də çəkirsən uşaq. Halaldır sənə. Artıq. Müəllim, belə-belədir bu. Niyə məşqə gəlmirsən? Hı? Elə hesab edirəm ki, bu qapıya bunu vurar. İtəliyər. Eşitmirsən, cavab ver də. Dostum rəhmətə gedib.
Evdə də vəziyyət o deyil. Allah rəhmət eləsin. Fərid, mən sənə inanmışdım balam. Sənin o xalçada tər tökməyin, o yarışda uduzanda əsəbləşməyin hamısı yadımdadır. Amma sən... Nə olub bala sənə? Nədir sənin dərdin? Hı? Danış bilək də. Niyə belə edirsən? Böyütmə deyəcəyində çıxıram. Müəllim, əslində heç nə olmayıb. Prosta atam işdən çıxıb, pul para yoxdur. Sağ olsun, dostlarınız kömək edir. Müəllim indi əlini cibinə atıb pul falan çıxartsa, da yəni Rüfət o idmana getməli olacaq. Sağ olsunlar, dost tanışlar sağ olsun, kömək eləyirlər. Mən bir söz demirəm. Amma bu nə vaxta qədər olacaq? Hə? Sənin gələcəyin var, bala. Sən istedadlı uşaqsan. Həyat onsuz da çətindir də. Düz yol həmişə çətin olub. Heç vaxt asan olmayıb. Bax, indi bu siqaretə başlamısan, sabah bu siqaret dönüb olacaq başqa bir şey. Yəni ki, asılısan, asılılığa davam edirsən. Salamlar, salamlarınız. Bax, onda düşəsən bir bataqlığa, heç kim də səni dartıb oradan çıxartmayacaq. Boğulasın. Bax, indi kömək eləyən dostların da sənə əl tutmayacaq. Hamısı qaçacaq səndən. Düzdür bu arada. Vaxtında bütün adətçiliklərimizi, pis olan adətçiliklərimizi atın getsin. Mən çox adam bilirəm. Bir müddətdən sonra yəni bu mal temalarını deyim. Elə indi ailələr olur ki, vaxtında biraz şey deyə bilir. Pulu falan da olur, da bilim necə isə götürüb bunu atırlar reabilitasiyaya. Onu da orada, yəni elə bir vəziyyətə qalır ki, yəni həbs kimi bir şey olur da desən orada. Və aylarla çəkir. 2 gün, 3 günün söhbəti deyil, bir həftənin söhbəti deyil bildiyim qədərilə. Ya hər kəsdən tədric olunursan sən orada. Hə, indi bəzi həqiqətən sənin sağalmağı gözləyən dostların olur və sən sağaldıqdan sonra gəlirlər ziyarətə falan. Yəni görürlər ki, adam olmusan, həqiqətən buraxırsan, normal şey deyirlər. Davam edənlər olur səndən. Eləməyənlər də olur, amma çox şeydə itirirsən. Həyatın sıfırlanır. Hətta orada sırf oranı bitirsin və davam eləsin bu xəstəliklərə deyə bəziləri özünü şey deyir. Rol eləyir də güya. Hər şeyə okey falan filan. Güya yaxşıdır, çıxan kimi yenə başlayır. Eləsinə bataqlığa əməlli başlı batanlar da var. Hətta bunun anasından güya atasından intiqam alır falan filan nəsə eləyir zət. Çox belə zibilidir də yəni söhbətlər. Siz olun. Belə lazımsız və gizli şeylərdən çalışın, asılı olmayın. Müəllim, narahat olmayın, o qədər başımı itirməmişəm. Belə gedişlə mən hər şey gözləyirəm. Hər şey ola bilər. Fərid, qayıt məşqə. Hə, eşitmişəm bunu, yadıma düşdü. Nə olub orada? İdmanla məşğul olanlara olmaz. Əslində tutur istər-istəməz nəfəsi həm də yağdır. Mən də çıtlayıb eləyəndə, səhəri məşq edəndə nəfəsim təzyiq olur. İdman müəllimi siqaret çəkirəm deyə elə təzyiq edir ki, elə o yadıma düşdü. Davam elə. Mən də sənin yanındayam. Axırıncı dəfə sənə deyirəm. Ya qayıdıb güləşirsən, ya da bu küçənin tinlərində məhv olub gedirsən. Batırsan burada. Seçimini elə. Qarşıdan qəşəng futbolçu olar deyə məncə. O zadda var. Nəsə Reymdən gəldi. Eşitdin məni? Real həyatda deyirəm. Ya bu dəqiqə necədir? Dərk eləmir böyük ehtimalla. Deyir ki, əş danışıb da çıx. Olan kimi oldu? Baba ilə nənəyə oldu burada. Ana
Qoşulub başqası ilə çıxıb gedib. Ata öz hayında uzun müddətdir. Uşağa kim baxırdı? Baxırdı baba və nənə. Bax, ata pis demirəm ha. Döymək falan pis idi onsuz da. Onlar öz yerində, öz ayrılıq. Tamam ayrı bir tema. Ata da pis olur bu vəziyyətdə təbii ki də görürük. Amma ən əsas mənim fikrimcə nənə, yanında da baba. Ən çox bu ikisi dağıldı. Rahatlandı o. Yerinde sakla bala, ömürlü. Bu uşaq sana göre öldü. Evde ne bil, oğlu yok, düşmanı kalır. Kaytar dememi. Eşitirse getir onu. Sen o çemineni ne? Bəsdir də. Bəsdir. Çəkmədi o adını. Onu mən öldürmədim. Onu mən öldürmədim. O... Anası onu koyup gelen de ölmüştü. Övladını qoyub hansısa nəsə biri ilə qaçacaq qədər düşüklük, yəni nə bilim. Şüyə sən özün elə çox maraqlanırdın axı. Bütün günü Bir də balaca olub uşağı. televizorun qabağındaydı. Babama göre kes sesini. Hələ nənəyə göstərməyiblər ha. Nənəyə göstərəndə böyük ehtimal darmadağın olarıq. Telefon çıxartdı bu arada. Böyük ehtimal anasına zəng edəcək şeyə, yoldaşına. O da əri açacaq, əri açacaq və əri də deyəcək ki, sən köhnə ərindən danışırsan, döyə-döyə öldürəcək onu. Salam. Salam Lütfiyə xanım, necəsiz? Başladı Yaxşıyam, söhbət. yaxşı olasınız. Olar içəri keçim. Nəsə lazım idi? Hə, un götürəcəm. Siz niyə əziyyət çəkirsiniz ki Lütfiyə xanım? Başa düşmədim. Yəni demək istəyirəm ki, nəsə lazım oldu mənə yazın. O dəqiqə ünvana göndərim də. Nömrəm var sizə. Sizin nömrəniz məndə niyə olmalıdır ki? Olmadı da Lütfiyə xanım. Biz qonşuyuq. Qonşu qonşuya nə gün də lazımdır bəs? Dünən də işə getməmişdiniz. Mən başa düşürəm də, sizdə zakasla zakasadır da. Belə. Bu nə danışıqdır mənlə danışırsa? Ha, bu nə danışıqdır? Nə deyirəm? Deyirəm, yəni kömək eləyim də sizə. İndi 200 manata gücüm çatmasa da, həftədə bir 100 manatlıq ərzaq rahat verə bilərəm. Hı? Qayıdıb şillə vuracaq. Mən həmişə öz evimə Allah zəhmətimlə qazandığım çörək pulunu aparmışam, ay uğraş. Sən kimi şəxsiyyətsizlərə görə. Niyə görə it qızı iti kişi deyəndə bipləyirsiz? Uğraş sözünü bipləmirsiniz? Cəmaatın anası bacısı işləyə bilmir, bildin? Kişiliyi əynə geydiğiniz şalvarla ölçülmür. Kişiliyi mənliklə, şərəflə, ləyaqətlə ölçülür. O da səndə yoxdur. Nə danışdın sən? Mən nə deyirəm ki? Deyirəm, yəni kömək eləyim də, imkanım var, ürəyim yanır, deyirəm də. Ürəyin evindəkilərə yansın. Sən insanlara yaxşılıq yoxdur. Bununla da
Burada boş danışmanın adı yoxdur. Yəni bu bəllidir ki, bir şərəfsizin biridir. Yığırsan polisə, gəlsin polis işini görsün. Ağzını. Uğraş qadın satan deməkdir. Söyüşdür də. Bağla da onun dar ağzını. Ürəyi yanırmış. Hə, mən bu məhlədə həmişə Allah açıq uzaq gəzmişəm. Xəbərim var. Sənin o pula çıxan dediyin fahişələr var, Sən kimi kişi fahişələrindən 1000 dəfə qeyrətlidirlər. Çox oldu ha deyəsən. Mənə dinmədikcə qoyursan üstünə. Elə danışır, elə bil gecələr oğlun tək qoyub gedən bu da öyle bu. Həm olmayacaqsan biri. Və gələ, gəldi Rüfət. Nanay, nanay, nanay. Nə qata-qata danışırsan, hə? Fərid xalasın. Sən dağda. Fərid qurban olar. Kəllə dan. Sən o səni dağıdaram ha. Gedə-gedə dağıdaram ha sən. Burada da niyə uzaqdan dağıdaram deyirsən. Baş ver, qurban. Demirəm, daha vursun falan. Sən başa düşünməz. Səndən sonra da... Sən qaçdı polisə. Rədd olub getsin. Yox, bir dəqiqə. Əl vurma, Fərid qurban olaram. Əl vurma. Rədd olub getsin də. Baş ver də. Lütfə xala, siz mənim dostumun anasısınız. Mən imkan vermərəm ki, hansısa qızına gələn gəlib sizə desin. Belə bir qeyrətlər həmçə olub. Boş ver, rədd olsun. Necə boş verim, Sənə qurban. Əksinə demək lazım, sabah gəlib başqası belə danışmasın. Qurbanım, sakitləş, başqa şey soruşacağım səndən. Sabir məndən bağlıdır. Sabirlə maraqla gör harda işləyir, Təzə işə düzəlir. Bilmirəm, mənə də heç nə demir, işləməyə də qoymuyor. Nə olar, Adillə sən sözvə qulaq asın. Nə olar, Xala qurban, maraqla da xahiş edir. Salam, qızım. Buna bax. Buna vaxtın gəlməkdə, ay qız. Müəllimə əlavə saxlamışdım. Təzə çıxıb bu da. Əlavəyə qalıram da, mama da bilir. Ged onu tez elə baxıram. Sağ ol. Sağ ol, qızım. Siz narahat olmayın. Qız altına sıçdı. Tam özdə mama itinə düşdü. Mən Sabirlə danışacağım. Getsən, get də get. Fərid. Bu vəziyyətdə sən aparmalısan anasını, ay bala. Get. Hara çıxıb yersən? Get. Bir də saxlayır qadını orada. Ay Fərid, get. Mən adam gözləyirəm burada. Get. Fərid nə edir? Fərid adilsiz biraz fırlanır. Mağazaya arxadan girdi. Biç bala. Ha, Ekol TikTok deyəcəyində. sən bir də məhəllə belə danışan görsən, çoxumu başa dağılacaq. Fərid, sən düz başa düşmədin. Düz başa düşmədin. Xanım da mənim düz başa Mən düşmədi. sözümü dedim də sənə. 5-6 ayda gəlmisən məhəlləyə, adam kimi baş-baş axsal işimi gör. 5-6 aydır gəlib məhəlləyə. Oo. Allah bunu bilsən necə məhəllədən qovmaq lazımdır. Məhəllənin dicliyini pozar bu. Mən yadam Heç bir şey alma. Vəssalam. ki, mən də bu məhəllənin adamıyam da. Kimin haqqında nəsə demək mənə yaraşmaz. Ayıb olar mənə. Bundan sonra görəcəm də gözüm üstündədir, narahat olma. Yaxşı da gələn var. Bu nədir ya? Səssiz götürüb buraları. Fərid necəsən? Yaxşıyam. Hə, yancısı gəldi. Vətəndaş yayıncı, otağınızda yanğın təhlükəsizliyinə qarşı hər hansı tədbir görmüsünüzmü? Görmüşəm. İçəridə kola var. Gəlib tökəcəm yansa. Qazsız kola. Nə dersən? Buna denən ağzına gələn danışmasın. Neyinib ki? Özü danışar. İndi şey anası indi körcə ki bu yenə içəridən çıxdı. Allah yaşlı. Neredeydin? Bayaqdan zəng edirəm, niyə cavab vermirsən? Zəng eləməmsən? Bax telefonda. Eləməmişəm, hə? Mama, bağışla, telefon səsizdə olub. Niyə? Biz qızlarla əlavə qalırıq da dərsdən sonra. Başa düşmədim. Bu da təzə çıxdı. Gəl dərsləri evdə elə də, əlavə nədir? Yaxşı. Yaxşı, gəl. Öldün acından.
Nigaran qalıb, amma əlavəyə niyə qalırsan mənə heç vaxt deyilməyib, qaldığım olub çünki. Bilmirəm, qız uşağı falan çox fərqli bir şeydir. Bir də sumkan ora niyə asılır? Götürəcək. Qızın üzü elə gülür ki, içəridən. 5 bölümdə elə gülməyib. Hacık. Belə getməyin. Necə belə? 2 nəfər də. Hara gelirik ikimiz? Söhbətə getmirsin. Nə gecdirsən la? Sözü de. Bayaq buradan çıxan qaqaşı gördüm, o burnunu partlatmışdı sizə. Buradan isə telefonla danışırdı. Düşdüm dalıca. Nəsə o kimi öyrəndim ki, söhbətə tək gəlməyəcək. Nə məsləhət yox? Düşmə. Talpan bilsiz, kötlədim. Sıçdı altına. Çağır Rüfəti də. Otur da, nə oldu? Qorxdun? Qorxdum deyəndə ki, mən heç kimdən qorxmam. Prosta ki, tək neyniyəcəm ki onlara? Sən elə belə oğlansan da. Otur. Kazım, sən sürərsən maşını. Kinonun əvvəlində baxdığımız, yəni Mikrorayon serialının 1-ci bölümündə baxmış olduğumuz ilk girişdəki dava, o çoxlu adamların bir-birinə girdiyi hissə var deyə. Dediyə mən səncə tək gələrəm falan. Sonrasında böyle şaqqa-şaq arxadan çıxdılar. Qırığın çıxdı. Bunda qan içində gördük ki, ora gedirik böyük ehtimal. Bu da Rüfət yığır. 300 manat mənfi vətəndaş həftəyə cəriməni ödeyin. Kola və ya kolaya püskürtmə nə? Kolaya püskürtmə məhsusu başdırarsınız. Nəzarət üçün geri gələcək. Oldu. Yenə telefondasan? 500 dəfəyə oxudum mesaj. Adillə danışmısan? O gün məktəbin yanında gördüm. Məktəbə gəlmişdi? Yox, Posterləri çox qəşəngdir arxasındakı uşağın. görüşdü, sonra çıxdı, getdi. Bir dəqiqə. Uşağa 100 manat pul verdi ki, apar evə. Deməli verməyib evə. Prosto o gün gəlmişdi, görüşdü, çıxdı, getdi. Belə dedi. 100 manatı gətirməyib evə. Valla bir serialda hamıda bu qədər əzlaf çıxmaz da. Yığ onu. Mən yığıram, cavab vermir. Elə mənə də cavab vermir. Yığsa mənə deyərsən. Yaxşı. Məncə burada o telefonu özü almalı, elə özü də yığmalı idi. Yığ onu, başladı. O uşaq için yığmayıb. O pul atıb harasa gözləyir. Bir daşqının yolundan gedir. Hardasan sən? Ya da oyunlara yatır. Bilirsən? Abi ne görsən Əlviçə? Sənə dedim horuzun biri çatdım. Əlviçə çatdırdım da baxır üzümə söyüş. Hə, bura oğlanlıq göstərməyə gəlmisən sən, hə? Nə dəxli oğlanlığın? Savir, işləyirsən işdən. Bayra başa düşdü. Kreditlər qaçırmır. Vermə alınıbsa da işləmirəm. Buyur. Apar bezin verərəm. Yaxşı da indi oldu. Olmasın. Oyun oynarıq biz burada. Gecə içəridə danışırıq. İçəridə olmaz. Adam var. Çəkdə də paxı da, hə. İndi gedirəm o adamın yanına. Sən gedirəm, sən özür istəyirsən ondan. Sən önce bu işin başını bırak qardaş. Onsuz da yəni şərəfsizliyin dibindəsən, lap şey də dibinə də getmə də. Bu arada çox pis gəlirdi ya əvvəllər mal satanlara, mal vuranlara şey deyəndə, sən səhv edirsən sözünü deyəndə ya, qaldı ki, şərəfsizdir, belədir, hələdir demək. Ki Rəşad Dağlı onsuz da meyxanasının birində belə bir şeydən söhbət açır. Naxadı bir gəlir oğlanlıq göstərməyə. Rəşad Dağlı düzdür payını verir. Amma
Zibilə görə içəridədir. Mən niyə üzr istəyirəm? Sən də məndə tutmaz. Ged evizə. Get dəstər bax. Get də. Yaxşı da yaxşı yığarsan. Bas bayrağı. Küsən başıma. Duraq yavaş. Duraq. Danışdın onlarla. Bizi gözləyirlər. Getdik. Qasım. Peki fərdə deyim uşaqlar yıxsınlar. Uşaqları 17 yaşlı uşaqlar yığaq. Bu uşaq işi deyil. Nə oldu? Tuman var. Heç bir oğlan başı üçün deyir ki, bizim qapımızı belə döysün. Yox, Allah qollar çox gələcəklər. Açılmayan qanadın uzunluğu bilməz. Gəl dalınca. Açılmayan qana nə olub? Açılmayan qanadın uzunluğu bilməz. Açılmayan qanadın uzunluğu bilinməz. Gəl dalınca. Qəşəng sözdür. Xoşum gəldi. Birinci dəfə eşitdim. Sözün də serialdakı bu oğlandan çıxması ayrı bir ləzzətdir mənə. Salamün Hər şey baş rollardan çıxması. Salamünaleyküm Buratova başladı. Qismətə bax, yenə qarşılaşdıq. Mən keçən dəfəkindən sonra çox fikirləşdim. Bax yanındadır burnu. Sən düz deyirsən. O söyüşə görə mən də öldürərdim. Amma baxır o söyüş kimə söyülür. Valla sən bağlanmış söhbəti niyə açırsan? Bağlanmış söhbət dedikdə şeydir, o var yox söyüşü var deyə şeydə. Adillə şeyin gördüyü bıçaqlanma. Yox, açmıram. Xatırlatma eləyirəm. Yenə deyirəm. Rüfətin başı üçün deyildi. Nadir vursun. Ara yerdə verdiniz Raskoda getdi. Nəysə. Rüfətə görə narahat olma. Nə yazdı? Ara yerdə verdiniz Raskoda getdi. O da. Nəysə. Rüfətə görə narahat olma. Onun içəridəki yaşayışı sənin çöldəki yaşayışından yaxşıdır. Mən istəyirəm bu söhbət mirini bitsin. Sülhlə yəni. Bir var yox adam gətir bunu. Budur mu? Cahandara dəymirsən, bu bir. Çayxananız davat edirsən mənə, bu iki. Nurlandan da üzr istəyirsən, bu da üç. Baş üstə. Olur Rüfət də soxublar ki bura. Deyəm, uşaqlarla məsləhətləşim. Bu aktördən zəhləm edir. O aktör bilsən kimə oxşuyur? Rahat 3 nəfər kameraya baxır. O aktör bilsən kimə oxşuyur şeyə? Mağazanın sahibi var idi, bayaq burnu qanlayan. Ona oxşuyur. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. 3 bölümə kəsik-kəsik atıblar başım bu səhnə. Qəşəng yayıblar. Həftədə 2 dəfə yayınlansın deyənlər bəyənsin. Qaqaşım sən nə yaşayırsan, Mr. Joker 65-38. Azərbaycanda ilk dəfə belə serial var deyənlər bəyənsin. Kameraya düşən qəbirlərin sahiblərinə Allah rəhmət etsin. Amin. Qəşəng bir bölüm, qəşəng bir hissə idi. Əla, bəyəndik. 6-cı bölümə keçəcəyik gələn dəfə. İzlənmələr də yaxşıdır bu arada. 994 min, yəni 1 milyon demək olar. 941 min izlənmiş. 4 həftə əvvəl, 1 ay əvvəlki bölümə keçəcəyik gələn bölüm. Bitdi nə tez. Platform serialları kimi də qısa tez bitir.